Məlahət xanımı bir daha salamlayıram studiyamızda. Məlahət xanım, xoş gəlmişsiniz. Gəlin zəhmət olmasa. Məlahət xanımın bir uğuru var. Nuray, gəl görək Nuray, gəl görüm. Nurayı xatırlayıram mən. Nurayı biz nə vaxt təqdim eləmişdik sizə? Baba, sən osan. Allah. Bir saniye, ay anası, bəri çəkil, qəşək bəzənmirsən ki, bilirəm, belə çəkil, mən səs qızın başıdır deyən görüm, gəl. Qızı, gəl belə dayan görüm. Ay Allah. Aç görün bunu. Ay maşallah. Mən şok, mən iptal. Yəni şok deyiləm, zaten bunların o qədər görmüşük bu möcüzələri burada. Amma doğrudan da 2 il ərzində, 3 il ərzində gəldiyimiz bir nəticə. Bilirsiniz, 3 il ərzində tükün çıxmağı bir şey, biri də var bu qədər uzanması. Başa düşürsünüz? Bəli. Eşq olsun. Baxın, çox. Bravo! Bəli. Yenə də etdiyinizi etdiniz. Bəli. Alopecia xəstəliyi bilirik ki, uzun müddət müalicəyə tabi olmayan Nə alopecia? xəstəlikə. Qızın başında bir dənə tük yox idi. Nə alopecia nədir? Alopecia elə odur da. Yox, bu alopeciyadan da bu başqa bir işdir. Yox, baxın, belə xəstələr çoxdur və həqiqətən də bunların müalicələri zaman aparır. Başqa, məsələn, müalicələrdə bunlarda hormonal preparatlar istifadə olunur və qalıcı olmur. Ay başına dönüm, sən oradan ağarırsan. 3 il müddətində... Qalınlığa bax, tükü. Maşallah. 3 il ərzində deyəndə... Allah'ın olsun, sən möcüzəsən. Çox sağ olun. Birinci dəfə çaşı çıxan vaxtları da var. Yox, biz bilirik ki, qaşın kipriyin çıxmağı nə qədər zülümdür. Bəli, geç çıxır. Yəni, onlarla əmələ gəlməyi, aç tökə qız, yığmasan saçını, tökə dağıt günam, qəşəng belə. Az neçə vaxtı başında tük yoxdur bir dənə, qoy belə qalsın. Neçə vaxt idi tökülmüşdü başı? 14 yaşı, indi neçə yaşı var? İndi 18 yaşın içindədir. Deməli 14 yaşından başladı tökülməyə, 15-16 yaşında gəldiniz bizə, 17-18, maşallah, öpürəm səni. Təşəkkür edirəm. Məlahət xanım mənim qızımın ölmüş ümidlərini bərpa elədi. Necə deyərlər, Allah ondan razı olsun, mən çox sağ olun. Maşallah, maşallah. Təşəkkür edirəm. Maşallah, qızım. Mənim evladım depresiya yaşayırdı. Həqiqətən. Belə. Çox sevinirəm. Bu sevinci mənə yaşatdığı üçün. Səndən çox mən sevinirəm. Qurana and olsun. Müəllim. Mən bu qapını döydüm. Bizim Ləsənin qapısını döydüm. Bura pənah gətirdim və mənim üzümə belə gözəl Zaur müəllim təşəkkür eləyirəm. Çox. Gəl bura şəkilin yanına. Ay Allah sənə qurban olum. Deməli, görürsünüz də, bu uğurdur da. Bunu necə insan həzm eləyə bilməz? Necə 12 yaşından hormonal o dəyişiklik vaxtında problemlər başlayıb, saçı, qaşı, kipriyi, hamısı tökülmüşdür. İndi ona baxın, 3 il bundan qabaq, bura baxın. Maşallah. Maşallah, maşallah, maşallah. Bravo! Bax, uğur budur. Düzdür, belə uğurlarımız Məlahət xanımda tez-tez göstərə bilmirik. Niyə? Çünki uzun çəkir, müddətdir, vaxt gedir, 3 il. Görürsünüz, 3 ildir biz bu qızımızla məşğuldur Məlahət xanım. Allaha and olsun. Özümüz təhvil vermişik burada. Söz də deyim ki, məsələn 3 ildir, il yarımdan, 1 ildən sonra başladı tüklər gəlməyə. Və təbii ki 3 il ərzində də bu uzanan 3 il ərzində bu qədər uzanıbdır. Amma 1 il yarım ərzində artıq sonra başladı tüklərin gəlməyə. Amma elə xəstələr olur ki, hətta 2 ildən sonra başlayır çıxmağa. Bəzən xəstələr onu qəbullanmır, tələsirlər. Amma bu saç zaman istəyir. Həmişə xəstələr onu deyir ki, zarı olur. Öz tükləri deyir. Bəzən inanmırlar, deyirlər, yəqin parikdir. Ürəyi. Məlahət xanım onu düz vurğuladı. O sözü mənə çox deyən oldu. Dedim, Məlahət xanım əvəz olmaz insandır. Yox. Bəli. Tartışamayın, nətər danışsan. Bəs elə şey olar, maşallah olsun. Uza deyib bura qədər. Belə. Maşallah, özü də keyfiyyətli gəlib, ha? Çox qəşəng gəlib. Çox qəşəng. Bəli. Aparan zaman orqanizmin bütün orqanlarda olan patologiyaları nəzərə alırıq. Vitamin balansınıdır, orada hormonların
Nəyi nəzərə almısan bilmirəm. Mənə görsənən tərəfi budur. 3 il bundan qabaq başında bir dənə də tük yox idi.